Həzrəti İbrahimin bir xüsusiyyəti var. Digər peyğəmbərlər haqqında bu xüsusiyyət deyilmir. Xüsusilə Həzrəti İbrahimə aidiyyəti var bunun. Həzrəti İbrahimə Quran deyir millətə İbrahim. Bir kişiyə deyir millət İbrahim. Biz Həzrəti İbrahimin həyatını mütaliə etdik, görür bu kişi tək başına mübarizə aparırdı. Bir əlində suhuf var idi, tövhid marifi var idi, təkallahlı marifin yayırdı, təbliğat eləyirdi, insanları marifləndirdi, bir əlində baltası var idi, bütləri sındırırdı. Hər ikisini paralel şəkildə aparırdı. Amma Quran deyir, sən millətə İbrahim, İbrahim millət. Bir kişiyə millət adı verir. Çünki bir kişi, Həzrəti İbrahim, tək başına millətin işini görür. Tək başına elə bir işlər görür ki, bir xalq görməlidir o işləri. Bütpərəstliyə qarşı çıxıb, zalıma qarşı çıxıb, Allahlıq iddiasında olan Nəmruda qarşı çıxıb, mübarizə aparıb son ana qədər. Bu bir xalqın görüləsi işi günlərim, biz baxsaq Quran-ı Kərimə görərik Həzrəti İbrahim tək başına görür.